2 gündür Bakı şəhərində və Respublikanın digər bölgələrində müşahidə edilən yağıntılı hava şəraiti ən çox paytaxt Bakıda müəyyən fəsadlara yol açıb və əsasən də nəqliyyat sıxlığına səbəb olub, yollarda müəyyən çətinliklər yaradıb, avtobuslara su dolub, yenə də Bağırov körpüsünün altında gölməçə yarandı və digər problemlər ortaya çıxdı. Elə mövzumuzun aktuallığını nəzərə alıb Bağırov körpüsü və digər ərazilərlə bağlı fikirlərimi açıqlamaq istəyirəm. Bağırov körpüsü ətrafında böyük binalar tikilib. Heydər Əliyev prospektində yəqin ki görmüsünüz, yeni binalar tikilir, zavodlar tikilir və s. Yəni şəhərin mərkəzindən güya başqa ərazilərə köçürülür və belə tikinti işləri gedir və tikinti işləri gedəndə təbii ki su kanalizasiya sistemini bəzən unudurlar. Kimlər unudur? Təbii ki, məmur oliqarxlar, imkanlı şəxslər, bəzən görürsünüz bina tikintisi və digər işlər zamanı bu normativləri yerinə yetirmirlər. Hansı ki, bina tikilməzdən əvvəl mütləq şəhərsalma qaydalarına uyğun bir məkan seçilməlidir, su kanalizasiya sistemi qurulmalıdır, işıq, qaz və digər kommunal məsələlərə birinci baxılmalıdır. Sonra bina tikilməlidir. Amma bizimkilər binanı tikirlər, sonra başlayırlar bu işlərlə məşğul olmağa. Onda da məlum olur ki, buradakı mövcud kanalizasiya şəbəkəsi bu gücü götürmür. Deyək ki, ərazidə 500 nəfərin yaşaya biləcəyi bir ərazidə ona uyğun borular qoyulub. Amma indi hal-hazırda deyək ki, həmin ərazidə 1500 nəfər yaşayır. Təbii ki, o borunun onu dartmağa gücü çatmır. Kollektorlar bəzən zəif işləyir, bəzən gücü çatmır, sıradan çıxır və s. Məsələn, Bağırov körpüsü ilə bağlı bildiyim qədərilə o suyu oradan kənara vururlar, kollektor vurur kənara, kanalizasiya xətti gücü çatıb onu dartıb apara bilmir və su təzədən geri qayıdır. Təsəvvür edirsiniz, yəni belə bir vəziyyət. Nə isə düzgün qurmayıblar. Bu da Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş digər qurumların səhvinə görədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, vaxtilə Azərsu Açıq Səhmdar Cəmiyyətinin səhvləri idi. Bizim qanunvericiliyə görə kanalizasiya suları yağış sularına qarışmamalıdır. Yəni, heç bir qurum yağış sularını, kanalizasiya borularına axıtmamalıdır. Amma indi elə bir şərait yaranıb ki, bunu məcburən edirlər. Çünki başqa variant yoxdur. Şəxsən bizim ofisimiz təxminən bir 20 il mən həmin ofisdə olmuşam, Mikayıl Müşfiq küçəsində. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abtalbov, yəni keçmiş başçısı, həmin küçəni təmir edəndə neçə illər orada mövcud olmuş o yağış barmaqlıqlarının hamısını ləğv elədi. Yəni, adam savadsız bir adam kimi yanaşdı prosesə ki, onsuz da bura mailli yerdir, burada yağış düşəndə üz aşağı axıb gedəcək. Amma adam beyninə yeridə bilmədi ki və fikirləşə bilmədi ki, və bu su axıb aşağıda hara gedəcək? Gedib Nərimanov prospektini basacaq, Nərimanov heykəli və onun ətrafı olan evləri, həyətləri. Yəni, belə yarıtmaz məmurların sayəsində Bakı bu vəziyyətə gəlib düşüb. İndi o məmurların da heç biri cəzalanmayıb, məsuliyyətə cəlb olunmayıb, nəqliyyatla bağlı istər olsun, istər su kanalizasiya sistemi ilə bağlı olsun, istər yaşıllıqları məhv etməklə bağlı. Hamısı da çox rahat şəkildə əllərini, qollarını sallayıb gəzirlər və bugün insanlar o əziyyəti çəkir. Avtobuslara su dolur, yollardan suyu yığışdırmaq olmur. Qanunla deyirlər ki, sürücü yolda gölməçədə suyu ətrafdakı insanların üzərinə, digər maşınların və obyektlərin üzərinə sıçratmamalıdır. Adama sual verərlər ki, yolda niyə gölməçə olmalıdır axı? Bu yolu çəkən niyə düzgün çəkmir? Niyə yolu çəkəndə yağış barmaqlıqları qoymur? Düzdür, yağış barmaqlıqlarına uğrayan insanlar da peyda olub dəmir yeyənlər. Çox adam onlara dəmir yığanlar deyir, amma mən dəmir yeyən deyirəm. Adamlar yəni əclafcasına gecələr çıxırlar küçələrdə, maşını güya yolun qırağında saxlayırlar, güya nəsə təkəri xarab olub, düşürlər təkər dəyişmək adı ilə, altda başlayırlar iş görməyə, təkərin ətrafında yağış barmaqlarından çıxardırlar, atırlar maşına, çıxıb gedirlər. Aparırlar, satırlar, 5 manat, 3 manat puldur, narkomanlar bunu eləyir, narkotik almaq üçün. Polis dəfələrlə izinə düşüb, tapır, cəzalandırır, amma yenə də görürsünüz ki, bu proses davam edir. Yəni, yağışın nəticəsində palçıq, yarpaqlar və s. onlar da gəlir, toplanır ora, bir tutqunluq yaranır və su axıb getmir, nəticədə küçələrdə bu vəziyyət yaranır. Amma bu xırda məsələsidir, yəni bu işin ən xırda tərəfi budur. Ən böyük tərəfi məsuliyyətsiz məmurlardır ki, Bakını bu vəziyyətə salıblar. Ona görə Bağırov körpüsünü su basır, Masazırı su basır, Binəqədini su basır. Mən o video görüntülərə baxanda dəhşətə gəldim ki, yəni doğrudan mı Bakı bu vəziyyətə gəldi, düşdü? Axı belə olmalı deyildi. Yəni Bakının inkişafı üçün, su kanalizasiya sisteminin qurulması üçün
milyonlarla vəsait ayrılıb, özü də dəfələrlə. Bəs bunu necə qurublar? Yaratmaz şəkildə qurublar. Ona görə mən düşünürəm ki, bu məsələlər hüquqi səviyyədə də araşdırılmalıdır ki, kimin dövründə hansı işlər görülməli idi və hansı işlər görülüb, görülməyib. Buna görə də heç olmasa bir məsuliyyət daşısınlar. Keçmişdəkilər məsuliyyət daşısa, gələcəkdəkilər özlərinə nəticə çıxaracaqlar. Yoxsa gələcəkdəkilər baxıb görəndə ki, keçmişdəkilərinə gözün üstə qaşın var deyən olmadı, onlar da onun yolunu gedəcək. 5 ay, 3 ay, 1 ay, nə bilim, lap 5 il normal işləyəcək, 6-cı il baxıb görəsən ki, sistem əyildi. Ona görə əyilməməsi üçün əvvəldən sistemi əyri quranları cəzalandırmaq lazımdır. Jetur, gələcəyə toxunmağı sevənlər üçün.